Naxçıvanda Azərbaycan Respublikasının xalq artisti, şöhrət və şərəf ordenli xanəndə Professor Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib. Xalq artisti Mənsum İbrahimov Naxçıvandadır və bugün möhtəşəm konsert proqramı təşkil olunub sənətkarın 65 illik yubiley münasibəti ilə və qeyd edeyim ki, bu konsertin təşkilatçısı Naxçıvan Dövlət Universitetidir. Onu sevənlər böyük sevgi ilə, həvəslə Heydər Əliyev Sarayının qarşısına toplanıblar və gördüyünüz kimi qonaqlar yavaş-yavaş zala daxil olur. İndi bu dəqiqə biz elə bilirik ki, Mənsum İbrahimov gəlir, konsert verəcək, bir də sevə-sevə qulaq asırıq. Lakin bunların qanı 100 illər bundan sonra da öz tələbələrinə hopacaq, o yolu öyrədəcək. Bizim muğamlarımızı bilmək o qədər asan şey deyil. Mənsum İbrahimov məhz bu zənginliyi dərindən bilən və tələbələrini öyrətməyi bacaran həm müəllimdir, həm də böyük ifaçıdır. Xalq artisti Mənsum İbrahimovu ilk dəfə dinləyəndə neçə yaşınız var idi? Öyle mən həmişə onu vurğulamışam. Necə televiziya açılıbdı, həmin gündə mən onu vurğunuyam. Mən özüm muğam sevənəm. Yəni millətimizin kökündə var bu sevgilər. Muğamat bizim qanımıza hopubdur. Heydər Əliyev Sarayında hər kəsin könlünü, ruhunu oxşayan bir səs. Xalq artisti Mənsum İbrahimov hal-hazırda səhnədədir. Hər kəsin sevimlisi olan Mənsum İbrahimovun 65 illik yubileyi münasibəti ilə təşkil olunan bu konsertdə onun sənət dostları, yetirmələri bir-birindən gözəl ifalar səsləndirdilər və qeyd edeyim ki, əməkdar artist Təyyar Bayramov, eyni zamanda Nuriyə Hüseynova, Elnur Zeynalov və ikinci televiziya muğam müsabiqəsinin qalibi Güllü Muradova bir-birindən gözəl ifalarla tamaşaçıların könlünü oxşadı. Naxçıvana gələndə özümüzü çox xoşbəxt hiss edirik. Çünki Naxçıvan tamaşaçıları mən çox sevirəm. Bu girişdə bu insanların selini gördüm və çox sevindim. Çünki mən hər dəfə deyirəm ki, hələ Naxçıvan tamaşaçılarının zövqü körlənməyib. Ona görə də bunlar milli musiqini çox sevirlər. Mən də Naxçıvanlıları çox sevirəm və çox xoşbəxtəm ki, bu günləri mən doğum günümü, yubileyimi məhz Naxçıvan tamaşaçılarına birgə bax bu Heydər Əliyev Sarayında qeyd edirəm. Və bugün mən yenə də çox qürurluyam ki, ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə mən Naxçıvan Dövlət Universitetinin fəxri professoru seçildim. Bu da mənim üçün ilk dəfə sizin televiziya bax bunu mən deyirəm. Bu da mənim üçün böyük bir məsuliyyətdir, böyük bir şərəfdir ki, və bugündən sonra artıq mən bura sıx-sıx gələcəm. Əfsus ki, yarım gecə gəldi, gecə getdi, heç bilmədim, ömrüm necə gəldi, necə getdi. Bir xatirəni danışım. Tehranda mədəniyyət günləri idi. Nədənsə biz konsertdən əvvəl, 2-3 saat əvvəl 2 nəfər üçün konserti verməli olduq. Yəni onlar gəlib baxmalıdır, hansı qəzəllər oxunur, qəzəllərin mənası nədir, hansı repertuarlar oxunur. 2 nəfərə bütöv konserti verdik. Mənsum müəllim orada fərqli bir, təbii ki, qəzəl oxudu. Ancaq konsert başladı, Mənsum müəllim oxudu, belə bir şey var. Həm arazam, həm də kürəm, axıb xəzərə tökürüləm, dilim ölsəm, mən də ölürəm deyəndə çox heyrətlə qarşıladıq. Yenə mən onu yadıma salıram, çox heyrətlənirəm. Bütün zal qalxdı ayağa, alqışladı. Mənsum müəllim böyüklüyü ondaydı ki, yəni orada bizim
təbii ki, azərbaycanlılarımız çox möhtəşəm qarşıladı onu. Yəni xatirələrimiz çoxdur. Amma birisi bu fərqlidir də. Orada vətənini sevən insan üçün, dövlətini sevən insan üçün, xalqını sevən insan edə bilərdi onu təbii ki. Mən salamlayıram bütün Naxçıvanlıları, bütün bizim bu gözəl tədbirə gələn əziz, dəyərli insanları. Çox sağ olsunlar ki, belə muğama, sənətə, sənətkara dəyər verirlər, hörmət qoyurlar. Çox gözəl təəssüratlarla ayrılacağam. Mən ilk dəfədir Naxçıvan şəhərində oluram və bu mənim üçün çox sevindirici hal oldu. Çox sevdim buranı, insanların səmimiyyətini, mehribanlığını. Mənsum müəllimin 65 illik yubileyində məhz Naxçıvanda, bizim ulu diyarımızda qonaq olaraq iştirak eləmək, eləcə də burada öz töhfələrimizi musiqimizlə bəxş etmək mənim üçün də çox böyük şərəfdir, fəxrdir. Qürur duyuram ki, ustadımın bu gözəl günündə, özəl günündə mən də onun yanındayam. Ustadıma can sağlığı arzu eləyirəm. Çünki bu cür şəxsiyyətlər təkcə öz fərdləri üçün yaşamırlar. Onlar bütün Azərbaycan üçün yaşayırlar. Biz arzulayırıq ki, Mənsum İbrahimov eyni zamanda Naxçıvan Dövlət Universitetinin konservatoriyasında da muğam üzrə ifaçıların yetişməsinə öz dəstəyini göstərsin və bunu çox böyük ürəklə, çox böyük fədakarlıqla Mənsum İbrahimov yerinə yetirir. Ötən illər Naxçıvan Dövlət Universitetinin dəvəti ilə bizim müxtəlif tədbirlərimizdə, konsert proqramlarımızda iştirak edib. Çox şadıq ki, belə bir Azərbaycanımızın görkəmli sənətkarı bizim universitetin fəxri professorudur.